Əziz təbiət və təbabət sevər insanlar, hər birinizi salamlayıram. Mənim təbiətdə görünüşünə heyran olduğum bitkilərdən biri olan Unutma Məni bitkisi haqqında qısa məlumat vermək istəyirəm. Unutma Məni bitkisi latın adı Myosotis scorpioides olaraq bilinir. Vətənimizdə təbii olaraq 9 növü yetişməkdədir. Dünyada isə 100-dən artıq növü olduğu bilinir. Beləliklə, bilməyinizi istəyirəm ki, bu gözəl çiçəklərin belə gözəl görünüşünə aldanmayın. Təbiətdə özünü həşəratlardan qorumaq üçün piren alkaloidləri təşkil edir. Bu da insanlarda yüksək dozlarda qəbul olunduqda qaraciyər toksinləşməsi, allergik reaksiyalara səbəb ola bilər. Buna görə də bitkimiz təbabətdə çox da istifadə olunan bitkilərdən deyil. Beynəlxalq Tibb Kitabxanasında çox az sayda laborator araşdırmaları qeydə alınmışdır. Yenə də bitkimizin yüngül dozlarda istifadəsi öskürək, bronxit, böyrək və sidik yolları, dəri xəstəlikləri, qan təmizləyici, eləcə də sakitləşdirici olaraq təbabətdə istifadə olunmaqdadır. Yenə də mənim məsləhətim bu bitkinin tibbi istifadəsindən uzaq durun. Mənim bəzi qohumlarım kimi xeyrindən çox ziyanı ola bilər. Odur ki, diqqətli olun. Çox sağ olun. Allah amanında.